Xoş gördük, hörmətli izləyicilər. Bir neçə müddətdir ki, Bakı şəhərində yerləşən Euro-Home haqqında biz video sujet hazırlayırıq. Xüsusilə Göyçay rayon Buğur kənd sakini deməli Maylov Çingiz Sabiroğlu'nun şikayəti əsasında biz həmən deməli adı çəkilən satış mərkəzi haqqında, ticarət mərkəzi haqqında məlumat paylaşırıq. Həmən ticarət mərkəzi tikinti materiallarının satışı ilə məşğuldur və şikayətçinin iddiasına görə ona həmin o mərkəzdə fəaliyyət göstərən Zirvə Dekor mağazası saxta keyfiyyətsiz mal satıbdır və bununla da şikayətçiyə təxminən 40 minə yaxın, 30 mindən yuxarı 40 min arasında bu qədər ziyan vurulub ona. Və bu məsələ ilə bağlı biz dəfələrlə çəkiş hazırlamışıq. Eyni zamanda vətəndaş qeyd edir ki, həmən mağaza daxil olmaqla Euro-Home'da fəaliyyət göstərən mağazalar vergidən yayınırlar, onların kassa aparatları yoxdur, işçilərin deməli əmək müqaviləsi yoxdur, kartdan karta ödənişlər həyata keçirilir və sair vergidən yayınma halları baş verir. Bununla əlaqədar vergilər dövlət vergi xidmətinə müraciət edib dəfələrlə deməli dövlət vergi xidmətinin rəisi Orxan Nəzərli ilə görüşməyə cəhd edib, ancaq heç bir nəticəsi olmayıb günü bugünə kimi və şikayətçi qeyd edir ki, adı çəkilən deməli Zirvə Dekor mağazasını işlədən Əfqan və onun oğlanları saxtakarlıqla məşğuldurlar. Onlara məxsus Bakı şəhərində başqa bir ərazidə də deməli obyektlər var və onların ümumiyyətlə fəaliyyəti kölgə iqtisadiyyatından ibarətdir və bu səpkidə geniş reportajlarımız gedib, vətəndaş ona dəymiş ziyanını tələb edir və birazdan sizə təqdim edəcəyimiz videoda da Göyçay rayonunda şikayətçinin motelində gəlib həmən şəxslər baxış keçirib və təsdiqləyiblər ki, mal köhnədir, ancaq nədənsə bu günə kimi həmən ona dəymiş ziyan ödənilmir. Bu günlərdə məlum olub ki, deməli adı çəkilən Əfqan Abbasov deməli məhkəməyə müraciət edib, Göyçay rayon məhkəməsinə müraciət edərək Maylov Çingiz Sabiroğlu'ndan qarşı iddia qaldırıb şərəf əlaqətin qorunması və dəymiş ziyanın ödənməsi ilə bağlı ondan 1000 manat təzminat tələb edir. Eyni zamanda Şimal Region kanalının təqsir verməsi iddiası ilə məhkəmə qarşısında iddia qaldırıb. Vətəndaş şikayətçi Çingiz Maylov qeyd edir ki, mənə dəymiş ziyanı ödəmək əvəzinə bu insan qabaqdan gəlmiş edir və özünün günahsız olduğunu sübut eləməyə görə məhkəməyə müraciət edir. Bunlar absurddur. Mənim əlimdə kifayət qədər faktlar var və faktları mən məhkəmənin qarşısına qoyacağam. Əlbəttə ki, bu bizim ilk reportajımızdır. Bu istiqamətdə gəlin həmən onun Göyçayda, həmən o Zirvə Dekor mağazasının Göyçayda moteldə olduğu görüntülərinə baxaq, sonra davam edəcək. Yayımı bəyənin, paylaşın, kanalımıza abunə olun. Bu istiqamətdə bizim araşdırmalarımız davam edir. Paylaşın ki, daha çox adam izləsin. Bir kapının başına bak, kırıştı. Kapının başına bak. Bir burada. Kırış meselesi olabilir. Akmış meselesi. Altın çıkıp işte değil. Bak kardeş. Yok buraya vurmamış. Yok buraya vurmamış. Bak şimdi peyvan var burada. Şeyim var. Vali peyvan. Binderim var. Her şey. Peyvada bindi. Binde 2 tane değil. Sen dedin sonradan peyvan olur. Peyvada bindi aldı. Ama ben görmüşüm ki bu uşaklar belə vurur. Gözümle görmüşüm. Abi biz demirik ki ondan vurmağında problem. Toz torpaqlı olan yer. 2 tane paska vurur. Bir Kardeşim ben gördüğümü değil. Satmadığında da 5 lira aldık. Ne kadar aldık? Ben gördüğümü değil. Ben şeklini çek. Mənlə düşün. Dalğanı ben sana demiştim ki sen mal dedin ki kardeş yok ben de dedim ki partiyası tutaran maldı. Ayrıca konuş. Bir olabilir. Burada bak bir dakika bak. Bir bak şöyle buna bak. Ben de var mı? Ben göz ağrıtlarım. Yok bak bunu görsən şıpak löfkan fıdıra kaldırır. Kopaktan tepesinde şıpak löfkan sen kaldırır. Kopak değilsin. Ben de var baktım da. Ha? Ben şıpaklı da vururdum da Allah. Yok öyle. Şıpak löfkan bu düzgün vurdu. Ben neye düz bak. Yana bak. Bu da iyi. Tamam. Ya bir de o telefonu bir kötüne buna bak. Ona bak. Yok bak. Burada mesele o değil. Mesele kardeşin sohbetini eləmirsən. Sen değilsen korku sökülür. Ben de değilim. Ben ne diyeyim bu